İlkin maddələrindən başlayırıq. Və ilkin maddəmiz bizim elə vergi məcəlləsinin birinci fəsli, birinci maddəsindən start verəcək. Dostlar, vergi məcəlləsi qəbul olunubdur 2000-ci ildə, qüvvəyə minibdir 2001-ci ildə. Və vergi məcəlləsi qüvvəyə minənə qədər Azərbaycan Respublikasında vergi münasibətləri Nazirlər Kabinetinin qərarları, müxtəlif qanunlar və sərəncamlarla tənzimlənir. Və 2001-ci ildən vergi məcəlləsi qüvvəyə mindikdən sonra artıq Azərbaycan Respublikasında vergi münasibətləri hamısı vergi məcəlləsi ilə tənzimlənməyə başlanır. Vergi məcəlləsi iki hissədən ibarətdir. Vergi məcəlləsinin ümumi hissəsi və vergi məcəlləsinin xüsusi hissəsi. Ümumiyyətlə, istənilən məcəllədə belə bir bölgü var. Ümumi hissə və xüsusi hissə. Bu, nəinki vergi məcəlləsi, həmçinin cinayət məcəlləsi, inzibati xətalar məcəlləsi və digər məcəllələrdə də bu cür bölgü vardır. Dostlar, vergi məcəlləsinin ümumi hissəsində nələrdən bəhs olunur? Vergi məcəlləsinin ümumi hissəsində vergi ödəyicilərinin hüquqları və vəzifələri, vergi orqanlarının hüquqları və vəzifələri, vergilər haqqında ilkin anlayışlar. Bununla yanaşı, vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tədbirləri, vergi ödəyicilərindən vergilərin tutulması qaydaları və s. Bunlar vergi məcəlləsinin ümumi hissəsi ilə tənzimlənir. Bəs vergi məcəlləsinin xüsusi hissəsində nələr tənzimlənir? Vergi növləri. Yəni, bizim bildiyimiz 9 növ vergi növ var ki, onların hesablanması qaydası, bilənilmə qaydaları hamısı vergi məcəlləsinin xüsusi hissəsi ilə tənzimlənir. Başlayırıq birinci maddədən. Ümumiyyətlə, dostlar, hər bir maddəyə başlanğıc eləyəndə həmin maddənin istər-istəməz belə deyək də, adına diqqət yetirin. Çünki biz adətən istənilən qanunu oxuyanda açırıq maddənin adına baxmadan maddənin tərkibini oxuyuruq. Biraz orada yarımçıqlıq yaranır. Çünki biz maddənin adını oxusaq, bilərik ki, bu maddə bizə nədən bəhs edir. İndi birinci maddəmiz, deyək ki, vergi məcəlləsi ilə tənzimlənən münasibətlər, məcəllələrin birinci maddəsi. Və burada bizə nə deyir bu maddə? Qeyd olunur ki, Azərbaycan Respublikasının vergi məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergi tutmanın formalarını, vergi ödəyicilərinin və vergi orqanlarının hüquqlarını və vəzifələrini, vergi ödəyicilərinin vergi orqanlarından şikayət edilməsi qaydalarını və digər məsələləri müəyyən edir. Bax, bunların hamısı vergi məcəlləsi ilə müəyyən edir. Başqa bir məcəllə ilə, yəni hər hansı bir qanunvericilik aktı ilə bu cür məsələlər tənzimlənmir. Vergi məsələlərinin hamısı vergi məcəlləsi ilə tənzimlənir. Eyni zamanda qeyd edirik ki, vergi tutmanın formaları ilə bağlı olan müddəaları biz həmçinin 3 növ ödənişə də şamil edirik. Bu 3 növ ödəniş hansılardır? Məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları. Vergi tutma ilə bağlı məsələlərin bu ödənişlərə də şamil edirik. Bəs bunun səbəbi nədir? Çünki biz, məsəl üçün, əmək haqqı alırıqsa, əmək haqqımızdan vergilər tutulur, ödənilir dövlət büdcəsinə. İstər dövlət sektoru olsun, istər qeyri-dövlət sektoru olsun. Əmək haqqı alırıqsa, vergilər hesablanıb dövlət büdcəsinə köçürülməlidir. Və əmək haqqı ilə bərabər məcburi dövlət sosial sığorta və digər sığorta haqqları da əmək haqqı ilə bərabər eyni qaydada, yəni vergilər necə tutulursa, həmin sığorta haqqları da eyni qaydada bizdən tutulur. Deməli, vergi tutmanın formalarını biz sığorta haqqlarına da şamil edirik. Amma istisnamız var burada. 1.4-cü maddədir, qeyd edir ki, ödənilmə mənbələri istisna olmaqla. Ödənilmə mənbəsinin istisnası nə deməkdir? Çünki vergilər dövlət büdcəsinə və bir qism vergi var ki, bələdiyyə büdcəsinə ödənilir. Amma sığorta haqqları eyni adlı fondlara ödənilir. Məsəl üçün, məcburi dövlət sosial sığorta haqqı dövlət sosial müdafiə fonduna ödənilir. İşsizlikdən sığorta haqqı eyni adlı fonda ödənilir. Bunların ödənilmə mənbələri fərqli olur. Vergilər dövlət büdcəsinə və bir qismi bələdiyyə büdcəsinə, sığorta haqqları isə eyni adlı fondlara ödənilir. Bu bizim birinci maddəmizdir. Dostlar, keçirik ikinci maddəyə. İkinci maddəmizin adı belədir ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyi. Baxın, qanun və qanunvericilik arasında hansı fərqlər var? Yəni, qanun anlayışı nədir? Qanunvericilik anlayışı nədir? Dostlar, qanun deyəndə hər hansı bir sahəni əhatə edən kiçik bir qanunu nəzərdə tutulur. Elə
Məsəl üçün, sosial sığorta haqqında Azərbaycan Respublikasının qanunu. Yəni 20-30 maddədən ibarət olan sığorta münasibətlərini tənzimləyən bir qanundur. Və yaxud sahibkarlıq haqqında Azərbaycan Respublikasının qanunu. Sahibkarlıq sahəsini əhatə edən bir kiçik qanun sayılır. Amma qanunvericilik deyəndə, qanunvericilik daha geniş bir anlayışdır. Çünki qanunvericiliyin tərkibinə qanunlar, məcəllələr, Nazirlər Kabinetinin qərarları, prezidentin fərman və sərəncamları hamısı daxil olmaqla qanunvericiliyi təşkil edir. Və ikinci maddəmizin adı da belədir ki, vergi qanunvericiliyi. Deməli, vergi münasibətləri kiçik anlayış deyil, böyük bir anlayışdır ki, bu vergi qanunvericiliyi olaraq ifadə olunur. Və vergi qanunvericiliyi nədən ibarətdir? Dostlar, vergi qanunvericiliyi ibarətdir Azərbaycan Respublikasının konstitusiyası, vergi məcəlləsi və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan. İlk növbədə dedik ki, Azərbaycan Respublikasının konstitusiyasından ibarətdir. Çünki bütün qanunlar və ya məcəllələr tərtib olunarkən birinci əsaslanır konstitusiyaya. Azərbaycanda ən ali qanunvericilik aktı konstitusiya hesab olunur. Və konstitusiyaya zidd olaraq hər hansı bir məcəllə, hər hansı bir qanun yazıla bilməz. İkinci növbədə elə vergi münasibətlərinin əsası vergi məcəlləsindən ibarətdir. Ona görə deyirik ki, vergi məcəlləsinə əsaslanır və həmçinin onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar, məsəl üçün vergi münasibətlərinə aid edilən Nazirlər Kabinetinin qərarları var. Deyək ki, post terminalların quraşdırılması ilə bağlı, kassaların quraşdırılması ilə bağlı və yaxud vergi orqanının daxili qərarları, aktları var ki, yoxlamaların keçirilməsi ilə bağlı və s. Bunların hamısı birlikdə Azərbaycan Respublikasının vergi qanunvericiliyini təşkil edir. Deməli, dostlar, qeyd edirik ki, ümumiyyətlə, Azərbaycan Respublikasının vergi məcəlləsindən başqa hər hansı bir digər qanunvericilik aktlarında vergi tutma ilə bağlı məsələlər öz əksini tapa bilməz. Çünki vergi tutma ilə bağlı məsələlər dedik ki, vergi məcəlləsində öz əksini tapır. Misal üçün, əmək məcəlləsində vergi tutma ilə bağlı məsələ ola bilməz. Və yaxud gömrük məcəlləsində, mülki məcəllədə vergi tutma ilə bağlı hər hansı bir məsələ ola bilməz. Amma bəzi qanunvericilik aktları var ki, həmin qanunvericilik aktlarında vergi tutma ilə bağlı məsələlər öz əksini tapa bilər. Hansı ki, bunlar vergi məcəlləsi deyil, başqa qanunvericilik aktlarıdır. Bunlardan biri inzibati xətalar məcəlləsidir. Biri cinayət məcəlləsidir. Məsələn, inzibati xətalar və cinayət məcəlləsində vergi tutma ilə bağlı məsələlərin nə işi var? Buna belə bir cavab verə bilərik ki, məsəl üçün, vergi məcəlləsində vergi qanunvericiliyinin pozulması ilə bağlı hansı məsuliyyət tədbirləri var? Maksimum vergi orqanı sanksiya yaza bilir, cərimə yaza bilir, düzdürmü? Amma ola bilər ki, vergi ödəyicisinin qanun pozuntusu artıq vergi məcəlləsinin şərtlərini aşıbdır. Yəni, onun pozuntusunda inzibati xəta və ya cinayət tərkibi var. Bu cür məsələlər inzibati xətalar məcəlləsi və ya cinayət məcəlləsi ilə tənzimlənəcək. O cümlədən büdcə qanunvericiliyində də vergilərlə bağlı müddəalar öz əksini tapır. Niyə? Çünki vergilər hara ödənilir? Dövlət büdcəsinə. Və büdcə qanunvericiliyində, yəni büdcəyə daxil olmalar sırasında vergilər də öz əksini tapır. Və bunlar necə bölüşdürülür? Hamısı büdcə qanunvericiliyində öz əksini tapır. Bununla yanaşı, vergilərlə bağlı münasibətlər eyni zamanda biz deyirik ki, neft sazişlərində də öz əksini tapa bilər. Neft sazişləri hansılardır? Məsələn, hasilatın pay bölgüsü, neft-qaz ehtiyatlarının kəşfiyyatı, ixrac məqsədli neft yataqları və s. Bax, bu cür sazişlərdə də vergi münasibətləri öz əksini tapa bilər. Niyə? Bunun səbəbi nədir? Məsələn, sazişlər nə vaxt qəbul olunmağa başlayıb, bağlanmağa başlayıbdır? 94-cü ildən. Hansı ki, bu əsrin müqaviləsi imzalandıqdan sonra bu cür neft sazişləri bağlandı. Həm 94 görürsünüz, onda vergi məcəlləsi heç qüvvəyə minməmişdir. Məcəllə qüvvəyə minib 2001-də. Və ona görə də biz deyirik ki, istər vergi məcəlləsi qüvvəyə minməzdən əvvəl və ya qüvvəyə mindikdən sonra bağlanılan sazişlərdə vergi məsələləri öz əksini tapır. Çünki biz həmin sazişlərlə xarici investorları Azərbaycana cəlb eləmişik ki, yəni neft yataqlarını kəşf etsinlər, neft hasil etsinlər və s. Və həmin sazişlərdə də o cür xarici investorlara
daha aşağı dərəcələrlə vergilər təyin olunur. Deməli, biz sazişlərdə də vergilərlə bağlı müddəalara rast gələ bilərik. Bununla yanaşı biz deyə bilərik ki, ələt azad iqtisadi zonası haqqında qanun. Baxın, ələt azad iqtisadi zonasında da vergi münasibətləri eyni qanunla tənzim edilir. Hətta mən deyərdim ki, digər qanunlarda, məsələn, mülki münasibətlər də ələt azad iqtisadi zonasında eyni qanunla tənzim edilir. Ona görə də biz həmin qanunla da vergilərlə bağlı münasibətlərlə rastlaşa bilərik. Dostlar, Azərbaycan Respublikası istənilən sahədə, yəni beynəlxalq müqavilələr bağlayır. Amma bizə maraqlı olan tərəfi hansıdır? İki qat vergi tutmanın aradan qaldırılması ilə bağlı beynəlxalq müqavilələrdir. İki qat vergi tutmanın aradan qaldırılması ilə bağlı beynəlxalq müqavilələrin məzmunu nədən ibarətdir? Yəni, bir şəxs bir ölkədə və ya digər ölkədə gəlir əldə edirsə, həmin gəlirlərindən 2 dəfə vergi ödəməsin deyə Azərbaycanla digər ölkələr arasında bu cür beynəlxalq müqavilələr var. Və həmin müqavilələrdə 2 qat vergidən azad edilən gəlir növləri xüsusən, yəni əksəriyyətində dividend, faiz, icarə, royalti kimi gəlir növləridir ki, yəni bunlar 2 qat vergi tutma ilə bağlı müqavilələrdə öz əksini tapan gəlir növləri. Buna misal olaraq primitiv bir misal çəkək. Tutaq ki, Azərbaycanla deyək ki, İngiltərə arasında 2 qat vergi tutmanın aradan qaldırılması ilə bağlı müqavilə var. Və həmin müqavilədə qeyd olunur ki, tərəflərin rezidentləri qarşı tərəf ölkədə əldə etdiyi gəlirlərinə görə, xüsusən də dividend, faiz gəlirlərinə görə qarşı tərəf ölkədə vergiyə cəlb olunmaz. Bunun açıqlaması necədir? Baxın, misal üçün deyək ki, A müəssisəsi götürək. Bu bizim, deyək ki, rezident müəssisədir. Və həmin bu A müəssisəsi tutalım İngiltərədə, məsəl üçün, bir binaya sahibdir. İngiltərədə bunun deyək ki, binası var. Və həmin binanı icarəyə verir. İcarədən də 40.000 manat gəlir əldə edir. Deməli, rezident A müəssisəsidir, İngiltərədə binası var və həmin binanı icarəyə veribdir, icarədən 40.000 manat gəlir. Bizim ölkənin də, Azərbaycanın İngiltərə ilə 2 qat vergi tutmanın aradan qaldırılması haqqında beynəlxalq müqaviləsi var. Və fərz edək ki, həmin müqavilədə göstərilir ki, dividend gəlir qarşı tərəf ölkədə vergidən azad edilsin, yəni vergi tutulmasın. Bu halda bizim rezident A müəssisəmiz xaricdən əldə etdiyi icarə gəlirindən xarici ölkədə vergi ödəməyəcək. O yalnız öz ölkəmizdə, yəni Azərbaycan Respublikasının ərazisində 40.000 manat əldə etdiyi icarə gəlirindən 20% dərəcə ilə vergi verəcək. Yəni A müəssisəsi xaricdən əldə etdiyi icarə gəlirindən yalnız öz ölkəsində, yəni Azərbaycanda vergi verəcək. Qarşı tərəf ölkədə vergi verməyəcək. Bax, 2 qat vergi tutmanın aradan qaldırılması haqqında sazişlərin məqsədi budur ki, bir tərəf digər ölkədə 2 dəfə vergiyə cəlb olunmasın. Və bu qarşılıqlı bir müqavilədir. Eyni şeyi biz qarşı tərəfin rezidentinə də şamil edirik. Məsəl üçün, İngiltərə şirkəti və yaxud da ki, İngiltərə sahibkarı Azərbaycan ərazisində icarə gəliri əldə eləyərsə, biz həmin şəxsdən öz ölkəmizdə vergi tutmayacaq. İngiltərə rezidenti bizdən əldə etdiyi icarə gəlirindən öz ölkəsində vergi verəcək. 2 qat vergi tutmanın aradan qaldırılması mahiyyəti budur. Əgər belə bir sazişimiz olmasa, bu halda misal üçün, həmin bu bizim rezident müəssisə İngiltərədə 40.000 manatdan onların qanunvericiliyinə uyğun olaraq vergi ödəyərdi və həmin gəlirdən ikinci dəfə bizim öz ölkəmizdə deyək ki, 20% dərəcə ilə vergi ödəmiş olardı. Bu da 2 qat vergi tutmaya gətirib çıxarar. Dostlar, bunlarla bağlı ilk növbədə onlayn yoldaşlarımızdan soruşaq. Sual varsa buyurun. Bəs burada sual var. Oturum atmalı demek. Türkçeden gelir oturum atırlar mesela böyle bir şey. Oturumu atırlar ki, burada o deyimləşdirmə nömrəsi alsınlar. Oturumu həmçinin
miqrasiya qanunvericiliyi əsasında aça bilərlər. Bu sarısı mütləq eləməlidirlər də, hə? Nəyi? Yəni adam eləməsə. Yox, bunu sadəcə bağlayan kimi dövlətlərdir. Yəni hər hansı bir şəxs deyil. Əgər bizim o xarici bir vətəndaşın ölkəsi ilə sazişimiz varsa, o sertifikat təqdim etməklə bizim ölkədə vergilərdən azad oluna bilər. Ancaq idarəyə aiddir, yoxsa işləyib belə Mən şərti olaraq idarə gəliri göstərirəm. Şərti olaraq. Misal üçün, əksər müqavilələrdə dividend faiz idarə kimi gəlirlər öz əksini tapır. Amma indi gərək biz bütün ölkələrlə sazişləri oxuyaq ki, görək, bəlkə başqa ölkə ilə digər gəlirlər də azad edilir. Adi xidmət göstərilməsi də bəlkə azad edilir. Aydındır? Dostlar, indi vergi məcəlləsi ilə həmin bu beynəlxalq müqavilələr arasında vergi məcəlləsi ilə göstərilən bu beynəlxalq müqavilələr arasında ziddiyyət aşkar olmazsa, bu halda biz hansını əsas götürəcəyik? Bəli, əgər vergi məcəlləsi ilə beynəlxalq müqavilələr arasında ziddiyyət aşkar olmazsa, bu halda biz beynəlxalq müqavilələri üstün tutacağıq, əsas götürəcəyik. Çünki baxın, elə ziddiyyət burada görsənir. Məsəl üçün, biz bu misalda qeyd etdik ki, tutalım İngiltərə rezidenti də Azərbaycanda hər hansı bir icarə gəliri əldə etsə, müqaviləyə əsasən, beynəlxalq müqaviləyə əsasən biz İngiltərə rezidentindən vergi tutmalı deyilik. Amma vergi məcəlləsinin 125-ci maddəsi bizə qeyd edir ki, qeyri-rezidentin icarə gəlirindən 14% vergi tutmalısan ödəmə mənbəyində. Artıq burada ziddiyyət ortaya çıxdı. Beynəlxalq müqavilə deyir ki, vergi tutma, amma vergi məcəlləsi deyir ki, ödəmə mənbəyində 14% dərəcə ilə vergi tutmalısın. Bu ziddiyyət olarsa biz beynəlxalq müqaviləni üstün götürəcəyik. Bu da normaldır da. Çünki dövlətlər arası müqavilə var, amma xarici ölkənin rezidenti gəlir Azərbaycana bu müqavilədən yararlanmaq istəyir, sən də gedib ondan 14% vergi tutsan, bu düzgün çıxmaz. Ona görə də biz beynəlxalq müqaviləni əsas götürürük. Amma hansı halda vergi məcəlləsi əsas götürülür? Əgər həmin bu beynəlxalq müqavilədən qarşı tərəfin rezidenti olmayan şəxs yararlanmaq istəyərsə, məsəl üçün, bizim müqaviləmiz İngiltərə iləndir, amma deyək ki, Şotland rezident Azərbaycanda fəaliyyət göstərir və həmin müqavilədən istifadə etmək istəyir. Bizim vergi orqanı sorğu göndərir İngiltərəyə ki, məsələn, deyək ki, o Şotlandın İngiltərədə fəaliyyəti var. Öz ölkəsində də fəaliyyəti var, Şotlandda da fəaliyyəti var bu. Amma bizim ölkə sorğu göndərir İngiltərəyə ki, bu şəxs sənin rezidentin kimi qəbul olunub, yoxsa yox. İngiltərədə bizə cavab verir ki, bu mənim rezidentim deyil. Biz avtomatik artıq həmin şəxsə vergi məcəlləsinin müddəalarını tətbiq edəcəyik. Dostlar, ikinci maddə haqqında bu qədər və keçid edirik indi üçüncü maddəyə. Üçüncü maddədə vergilərin müəyyən edilməsinin əsas prinsipləri, yəni vergi tutmanın prinsiplərindən danışacağıq. Qeyd olunur ki, vergilər nəyə əsaslanmalıdır? Vergilər, dostlar, iqtisadi cəhətdən əsaslandırılır. Yəni, vergilər yekunda nə üçün tutulur? Bunların hamısı dövlət büdcəsinə mədaxil olunur və ölkənin də, belə deyək də, yəni saxlanma xərcləri dövlət büdcəsindən maliyyələşdirilir. Ona görə də biz deyirik ki, vergilər iqtisadi cəhətdən əsaslandır və vergilər ümumi, bərabər, ədalətli prinsiplərə əsaslanır. Ümumi, bərabər və ədalətli prinsiplərə əsaslanır. Ümumi prinsip odur ki, yəni bizim hamımız sahibkarlıq fəaliyyəti göstəririksə, vergilər bizim hamımız üçün ümumi şəkildə keçərlidir. Bərabər prinsip ondan ibarətdir ki, məsələn, qanunvericilik qarşısında vergi orqanı üstündür, yoxsa vergi ödəyicisi? Heç birisi. Yəni, qanunvericilik qarşısında vergi orqanı və vergi ödəyicisi bərabər hesab olunur. Və ya digər vergi ödəyiciləri də, yəni bir-birləri arasında qanun qarşısında hamı bərabər prinsiplədir. Və üçüncü, ədalətli vergi sistemi, yəni ədalətli prinsipə əsaslanır. Ədalətlik prinsipinə məsəl üçün misal göstərək ki, tutaq ki, mikro sahibkarlıq subyektidir. Qanunvericilik deyir ki, illik gəliri 200 minə qədər olan
işçi sayı 10 nəfərə qədər olan sahibkarlara biz mikro sahibkar deyirik. Və vergi məcəlləsində də artıq mikro sahibkarlara 75% güzəştin verilməsi üçün tələb nədir? Orta işçi sayı 3 nəfər və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması. Belə bir tələb var ki, sən 75%-dən istifadə edə biləsən. İndi misal üçün mən mikro sahibkaram, illik gəlirim 150 mindir. Deyək ki, Gündüz bəy də mikro sahibkardır, onun illik gəliri 190 mindir. Əslində ikimiz də tələblərə cavab veririk, amma mənə 75% güzəşt tətbiq olunsun, qarşı tərəfə 75% güzəşt tətbiq olunmasın. Yəni, burada da ədalətlik prinsipi pozulmuş hesab olunur. Ona görə də deyirik ki, vergilər ədalətli olmalıdır. Dostlar, vergilər dini, vətəndaşlıq, nə bilim, etnik məsələlərdən asılı ola bilməz. Yəni, filan kəs xarici vətəndaşdır, filan kəs digər dinə qulluq edir və s. Yəni, belə məsələlərlə vergilər tənzimlənmir. Vergilər sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Cavab verməkdə sərbəstsiniz. Vergilər sahibkarlıq fəaliyyətini necə təşviq edir? Bəli, güzəştlər verməklə. Məsələn, kənd təsərrüfatı sahəsində görürsünüz, vergilərdən güzəştlər azad olmalar, bir çox vergilər azaddırlar. Təşviq edir bu sahəni, həvəsləndirir. İnvestisiya fəaliyyətini təşviq edir. Məsələn, investisiya qoyuluşu eləyənlərə investisiya təşviqi sənədi verilir və onların gəlirlərinə 50% güzəştlər tətbiq olunur. Və yaxud da ki, paycılara verilən dividendlər. Bax, görürsünüz, dividendlər əvvəllər neçə faizlə cəlb olunurdu? 10% dərəcə ilə vergiyə cəlb olunurdu. Amma ki, son dövrlərdə 5% dərəcə ilə cəlb olunur. Bu da təşviq etmə deməkdir. Dostlar, vergi sistemi elə formalaşdırılmalıdır ki, hər kəs hansı vergini nə vaxt və hansı qaydada ödəməli olduğunu bilsin. Həqiqətən də elədir. Biz vergi məcəlləsini oxuyanda əlavə dəyər vergisi nə vaxt ödənilir və yaxud mənfəət vergisi nə vaxt ödənilir, yəni bunların hamısını bilirik. Dostlar, var xüsusi vergi rejimi, var müvəqqəti vergi rejimi. Bu anlayışlar nədir? Xüsusi vergi rejimi dedikdə vergilərin hesablanmasının xüsusi bir qaydasıdır. Bunlar kimlər üzrə keçərlidir? Neft sazişləri üzrə fəaliyyət göstərənlərdə xüsusi qaydada vergilər hesablanır. Yəni, o sazişlər çərçivəsində və bir də diplomatik konsulluqlar, səfirliklər. Bax, onlar xüsusi vergi rejimi altında fəaliyyət göstərirlər. Müvəqqəti vergi rejimi dedikdə isə artıq pandemiya, təbii fəlakət dövrlərində vergilərin hesablanmasının müvəqqəti bir qaydasıdır ki, bu məsələ, yəni bu anlayış, bu koronavirusdan sonra vergi məcəlləsinə daxil edildi. Çünki həmin dövrdə müəyyən bir müddətdə vergilər fərqli, yəni xırda dərəcələrlə hesablanırdı. Bu da müvəqqəti vergi rejimi deməkdir. Dostlar, 3-cü maddə haqqında bu qədər. Bir sual varsa baxaq, yoxdursa davam edək hər iki anlayışlarımızdan, amma biz bugün sizdən bir vergi növlərimizdən birini keçəcəyik. Nədən vergisi? Bəli, mədən vergisi keçəcək. Yaxşı, davam edək dostlar. Növbəti anlayışlar haqqında məlumat verək. Azərbaycan Respublikasında vergi tutmanın formaları. Baxın, biz vergiləri ödəyirik. Amma bunlar hansı formalarda bizdən tutulur? Dövlət büdcəsinə necə ödənilir? Dostlar, qeyd edirik ki, vergi tutmanın 3 forması var. Birinci, bilavasitə mənbədən. İkinci, bəyannamə təqdim etməklə. Və üçüncü, bildiriş üzrə. Vergi tutmanın, baxın, bu cür 3 forması mövcuddur. İndi gəlin, baxaq görək. Bilavasitə mənbədən verginin tutulması deyəndə biz nəyə başa düşürük? Dostlar, bilavasitə mənbədən verginin tutulması dedikdə vergilərin gəlir və ya mənfəət əldə edilməsinə qədər bizdən tutulması deməkdir. Yəni, sən gəliri qazanana qədər artıq səndən vergilər tutulmuş olur. Buna elə misal olaraq əmək haqqından tutulan vergiləri qəbul edə bilərik. Yəni, gəlir vergisini. Deyək ki, əmək haqqımız 1700 manatdır, amma kartımıza gəlib oturur 1300 manat. Bu 400 manat hara getdi? Təbii ki, vergi olaraq bizdən tutulub dövlət büdcəsinə ödənilir. Yəni, biz 1700 manat qazanana qədər bizdən vergilər tutuldu. Və yaxud da ki, praktikada çox rastlaşdığımız
icarə ödənişlərindən ödəmə mənbəyində vergilər tutur. Bilavasitə mənbə, ödəmə mənbəyi eyni anlayışdır. Yəni biz qarşı tərəfə icarə haqqını ödəyəndə, qarşı tərəf o icarə gəlirini əldə edənə qədər biz ondan ödəmə mənbəyində vergini tutmuş olur. Bu bilavasitə mənbədən verginin tutulması deməkdir. İkinci bəyannamə üzrə. Dostlar, bəyannamə üzrə verginin ödənilməsi deyəndə artıq vergi ödəyicisi gəlir və mənfəət əldə etdikdən sonra vergilərini ödəyir. Bu, bəyannamə üzrə verginin ödənilməsi deməkdir. Yəni, artıq ölkədə istənilən bir sahibkar və yaxud da ki, müəssisələr öz xidmətlərindən, satışlarından bəyannamə təqdim etməklə vergi ödəyirlər. Məsələn, biz hansısa sahibkardan mal alanda biz ondan ödəmə mənbəyində vergi tutmuruq ki, biz ona ödənişi tam ödəyirik və o ödənişini qəbul edir, gəliri kimi göstərir, vergisini ödəyir. Bu, bəyannamə üzrə verginin ödənilməsidir. Və sonuncu hal bildiriş üzrə verginin ödənilməsi. Bildiriş üzrə vergilərin ödənilməsi deyəndə, burada artıq biz əziyyət çəkmirik. Yəni, vergilərimizi özümüz hesablayaq, bəyannamə təqdim edək, bu kimi əziyyətimiz olmur. Bildiriş üzrə vergini bələdiyyə və vergi orqanı bizə vergiləri özü hesablayır və hesablanmış bildirişi bizə təqdim edir. Biz həmin bildiriş əsasında vergilərimizi ödəyirik. Məsələn, bələdiyyə hansı vergiləri bizə hesablayıb göndərə bilər? Əmlak və torpaq vergiləri. Fiziki şəxslərə bələdiyyə əmlak vergisini özü hesablayır, bildiriş göndərir və yaxud torpaq vergisi, torpaq sahəm varsa, bələdiyyə torpaq vergisini hesablayıb bizə bildirişi göndərir və biz də həmin bildiriş əsasında vergilərimizi ödəyirik. Bəs vergi orqanı bizə hansı halda necə ola bilər ki, bildirişlə vergi ödətsin? Bax, test sualı olubdur bu, PMS imtahanlarında. Bildiriş üzrə verginin ödənilməsi deyəndə nəyə başa düşürük? Variantlarda verilir ki, yalnız bələdiyyənin hesablaması əsasında və yaxud yalnız vergi orqanının. Digər bir variantda deyilir ki, məsələn, bələdiyyə və ya vergi orqanı. Bu variantı biz qəbul etməliyik. Çünki bələdiyyə də bildiriş göndərə bilir, vergi orqanı da. Amma vergi orqanı hansı halda bizə bildiriş göndərir? Əgər biz vergilərimizi özümüz hesablayıb bəyannaməmizi vaxtında təqdim etmiriksə, bu halda vergi orqanı müəyyən əlaqəli məlumatlar əsasında vergiləri bizə özü hesablayır və bizə bildiriş göndərir ki, bu qədər vergi borcun var, dövlət büdcəsinə ödəməlisən. Bu, vergi tutmanın formaları idi. Dostlar, sual varsa onlayn yoldaşlar da buyura bilər. Kameral bildirişdir. Kameral hesablama vururlar bizə. Məsələn, bildirişdir. Başka mesela var ya. Elə odur. Elə odur, bəli. Aha. Növbəti. Hapsat da gəlir o da. Ümumi, bax, o Avistan avtomatik tutaraq vergini hesablayıb bizə kameral vururlar. O bildiriş üzrə bizə verginin hesablanması demək. Bildiriş göndərir ki, vergi borcudur. Amma təbii ki, biz onlara indi yaxşı mühasibə olarsa cavab bildirəşirik. Əgər biz haqlıyıq. Bu bildirişi sildirə bilərik. Dostlar, gəldik Azərbaycan Respublikasının vergi sisteminə. Azərbaycan Respublikasının vergi sistemi 3 qrupa bölünür. Deməli, birinci qeyd edirik ki, dövlət vergiləri. Dövlət vergiləri. İkincisi, qeyd edirik ki, Naxçıvan Muxtar Respublika vergiləri. Və üçüncü, qeyd edirik ki, bələdiyyə vergiləri. Bələdiyyə vergilərinə biz eyni zamanda yerli vergilər dedik. Yerli vergilər. Deməli, vergi sistemini 3 qrupa bölünür və indi bir-bir baxaq görək, dövlət vergisindən, Muxtar Respublika vergisindən, bələdiyyə vergisindən. Baxın, ümumiyyətlə, bölgüdən asılı olmayaraq bu 3 sisteminin üçü də vergi məcəlləsi ilə müəyyən olunur. Yəni, istər Naxçıvan Muxtar Respublika, istər bələdiyyə vergiləri olsun, bunların hamısı vergi məcəlləsi ilə müəyyən edilən vergilərdir. Sadəcə, büdcəyə ödənilmə baxımından fərqlənir deyə bu cür 3 sistemə bölünür, 3 qrupa bölünür. Məsələn, dövlət vergiləri deyəndə məcəllə ilə müəyyən edilib Azərbaycanın bütün ərazisində dövlət büdcəsinə ödənilən vergiləri qəbul edilir. Muxtar Respublika vergiləri deyəndə
məzəllə ilə müəyyən edilib Muxtar Respublika ərazisində ödənilən vergilərdir. Yerli vergilər deyəndə vergi məcəlləsi ilə müəyyən olunur, amma bələdiyyənin tabeliyində olan ərazilərdə ödənilən vergiləri qəbul. İndi bir-bir biz onları sadalayaq, görək dövlət vergiləri deyəndə biz hansıları var? Deməli dostlar, dövlət vergilərindən birincisi gəlir fiziki şəxslərin gəlir vergisi. İkinci qeyd edirik ki, hüquqi şəxslərin mənfəət vergisi. Üçüncü, əlavə dəyər vergisi. 4. Aksizlər. 5-ci, yol vergisi. 6-cı, sadələşdirilmiş vergi. 7-ci, mədən vergisi. 8-ci, qeyd edirik ki, fiziki şəxslərin 206 birinci maddədə göstərilən torpaq vergisi və hüquqi şəxslərin torpaq vergisi. 9-cu, fiziki şəxslərin əmlak vergisi. İstisnamız var, bina, su və hava nəqliyyatı vasitələri. Bina, su və hava nəqliyyatı vasitələri. Və hüquqi şəxslərin əmlak vergisi. Bax, bu cür 9 növ vergimiz var. 6-cı nədir? 6-cı sadələşdirilmiş vergi. Ümumi oran adlıdır. ÖMV gəlir mənfəət vergisi hesab olunur. Xüsusi bir vergi növü deyil. Sadəcə ÖMV nədir? Vergi tutmanın forması idi. Yazmışdıq. Ödəmə mənbəyində verginin tutulma forması. İndi dostlar, gəlin bir-bir xırda yanaşaq bunlara qısa formada fiziki şəxslərin gəlir vergisi. Yəni bu sahibkarlıq fəaliyyətindən ödənilən vergi, əmək haqqlarından ödənilən vergi və s. Bunlar gəlir vergisinə aid edilir. Mənfəət vergisi, müəssisələrin əldə etdiyi mənfəətdən ödənilən vergidir. Əlavə dəyər vergisi hamımız bilirik. Aksiz vergisi, zərərli, bahalı məhsullardan tutulan vergidir. Siqaret, spirtli içki və s. Yol vergisi, Azərbaycanda istehsal olunan dizelə, benzinə görə ödənilən vergi, o cümlədən xarici ölkədə dövlət qeydiyyatında olan avtomobillər Azərbaycana daxil olarsa, müvəqqəti olaraq, həmin avtomobillərdən ödənilən vergidir. 6-cı, sadələşdirilmiş vergi gəlir və mənfəət vergisinin alternativi olaraq ölkəmizdə istifadə olunur. 2% dərəcə ilə ödənilən vergidir. Mədən vergisi bugün keçəcək. Gəlir burada fiziki şəxslərin torpaq vergisi və hüquqi şəxslərin torpaq vergisi. Dostlar, diqqətli olaq ki, hüquqi şəxslərin torpaq vergisində bir bölgü eləməmişik. Yəni, bütövlükdə yazmışıq ki, hüquqi şəxslərin torpaq vergisi dövlət vergisinə aiddir. Amma fiziki şəxslərdə xüsusi vurğulamışıq ki, 206 birinci maddədə göstərilən torpaq vergisi. Yəni, deməli, o qənaətə gəlirik ki, fiziki şəxslərin heç də bütün torpaq vergisi dövlət vergisi adlanmır. Yalnız 206 birinci maddədəki torpaq vergisi. Təbii ki, biz 206 biri bir növbəti dərslərimizdə torpaq vergisində daha qəşəng başa düşəcəyik. Amma ilkin məlumat deyək. Baxın, vergi məqsədləri üçün biz torpaq sahələrini 3 qrupa bölürük. Kənd təsərrüfatı torpaqları, sənaye, ticarət, məişət təyinatlı torpaqlar və həyətyanı bağ fondu, yaşayış fondu torpaqları. Bunlar bələdiyyəcidir. Yəni, bu cür bölgümüz var bizim. İndi kənd təsərrüfatı torpaqları haqqında məlumat verək. Bax, kənd təsərrüfatı torpağı nədən ötürüdür? Əkin-biçin işləri aparmaqdan ötürüdür. Düzdür? Təyinatı budur da kənd təsərrüfatı torpağının. Amma misal üçün, baxın, bu dəqiqədə o iş populyardır da. Məsələn, rayonlarda, Qubada, Qusarda torpaq sahəsi satırlar. Sən gedirsən o torpağı alırsan, üstündə ev tikirsən və verirsən, məsələn, günlük, aylıq kirayəyə pul qazanırsan. Amma o torpağı alanda baxırsan ki, torpağın təyinatında Qubcada yazılıbdır ki, bu kənd təsərrüfatı təyinatı torpaqdır. Amma sən onun üstündə ev tikirsən. Deməli, bu torpağı təyinatı üzrə istifadə edirsən, xeyr. Başqa məqsəd üçün istifadə edirsən. Və 206.1-ci maddədə göstərilən həmin torpaqlar başqa məqsədlər üçün istifadə olunan kənd təsərrüfatı torpaqlarıdır. Fiziki şəxslər başqa məqsəd üçün istifadə etdiyi kənd təsərrüfatı torpaqlarının vergisini dövlət büdcəsində. Qalan bütün torpaqlarına görə vergini birazdan qeyd edəcəyik ki, bələdiyyə büdcəsində. Amma hüquqi şəxslərdə istənilən torpaq vergisi dövlət büdcəsində. Və son olaraq fiziki şəxslərin əmlak vergisi. Baxın, istisnamız var burada. Bina, su, hava nəqliyyatı vasitələri istisna olmaqda. Baxın, fiziki şəxslərin əmlak vergisi. Biz bunu dərsini ətraflı keçəcəyik. Amma deyək ki,
şəxsin mülkiyyətində bir neçə əmlakı ola bilər. Məsələn, bu qələm mənim mülkiyyətimdə olan əmlakdır və ya mobil telefonlarımız mülkiyyətimizdə olan əmlaklardır. Amma biz bunlara görə əmlak vergisi ödəyirik? Xeyr. Bunlara görə əmlak vergisi ödəmirik. Vergi tutulan əmlaklardan əmlak vergisi ödəyirik. Məsələn, götürək bir fərdi sahibkarı. Sahibkarlıq fəaliyyəti göstərir. İstehsal fəaliyyəti ilə məşğuldur. Və onun balansında istehsal avadanlıqları, qurğuları var, düzdürmü? Bunlar hansı kateqoriya hesab olunur? Əsas vəsait hesab olunur bunlar. Və fərdi sahibkar, fiziki şəxs statusunda da həmin o əsas vəsaitlərindən əmlak vergisi ödəyir. Hara ödəyir? Dövlət büdcəsinə. Amma əgər burada bizim istisnamız var, bizim mülkiyyətimizdə binamız varsa, bina deyəndə belə böyük bir tikilimiz də ola bilər. Bina dedikdə xırda bir yaşayış sahəmiz və ya xırda bir obyektimiz də ola bilər, fərqi yoxdur. Hamısı bina statusundadır. Biz fərdi sahibkar olaraq və ya fiziki şəxs olaraq binamıza görə vergini dövlət büdcəsinə ödəmirik. Və ya su nəqliyyatı vasitəm var, gəmim, katerim və s. Təyyarəm, vertolyotum var. Onlara görə əmlak vergisini dövlət büdcəsinə ödəmirik. Ona görə bunları istisna yazmış. Amma hüquqi şəxslərdə heç bir istisna yoxdur. Hüquqi şəxslər bütün əmlak vergisini dövlət büdcəsinə. Dostlar, dövlət vergiləri haqqında bu qədər. Sual varsa baxaq. Yəni, sual verməkdə də, belə deyim, çəkinməyin, utanmayın ki, mən bu sualı verib vaxtda gələcəm və s. Belə söhbətlər olmasın, yerindəcə sadəsindən tutmuş mürəkkəbinə kimi suallarımızı verək. 8-ci ilə məsələn o fiziki şəxslərdə orada biraz qaranlıq qaldı o hissədə. Hüquqi şəxslər başa düşdüm ki, hamısını dövlətə ödəyirlər, amma 206.1-də isə deyəsən qeyd etdiniz ki, Kənd təsərrüfatı kənd torpağıdır. təsərrüfatına meyvini tikib, amma ona görə bələdiyyəyə. Yox, kənd təsərrüfatı torpağıdır, üstündə ev tikmişəm. Bu olmaz. Çünki kənd təsərrüfatı torpağı nədən ötürdü? Əkin bitin aparır. Yəni deyir, taxıl ək, nə bilim, qarpız ək. Onlar Amma əksini mən- verməcə. Üstündə ev tikmişəm, deməli başqa məqsəd üçün istifadə edirəm. Ona mən o torpağa görə vergini dövlət büdcəsinə ödəyəcəm. 206.1 odur. Başqa məqsəd üçün istifadə etdiyim kənd təsərrüfatı torpağı. Öz şəxsi torpağını Şəxsi torpağıdır. Şəxsi torpağıdır, amma torpağın kupçasında yazılıbdır ki, bu kənd təsərrüfatı torpağı. Ev tikmək istəyirsən, get həyətyanı torpaq sahəsi al. Kupçada o cür yazılsın. Amma sən kənd təsərrüfatı torpağını alıb, belə deyək də, heyf eləyirsən. Başqa məqsəd üçün istifadə edirsən. Öz təyinatlar uyğun olsa bələdiyyə ödəyəcək. Təyinatlı uyğun olsa bələdiyyə ödəyəcək. Yəni orada bir kartop əksə, o təyinatı üzrə istifadə olunan torpaq sayılır. Onu bələdiyyə büdcəsinə ödəyəcək fiziki şəxs. Oradan gəlir əldə etdiyi üçün yaranır, yoxsa Birinci növbədə bunun vergisini biz növbət dərslərdə hesablayanda görəcəyik ki, bunların vergi yükü çox olur. Yüksək məbləğ olur və həmçinin oradan gəlir də götürür. Ona görə bu məbləğlər bəli, dövlət büdcəsində. Bələdiyyə çox çörək qoymur. Başqa əlavə suallar varsa baxaq. 9-da məsələn, orada bina ancaq məsələn, mənim bir obyektim varsa, Bəli. onda onu dövlət ödəmir. Xeyr, bəli, sizin öz bir obyektiniz varsa fiziki şəxs olaraq, onun vergisini bələdiyyə büdcəsinə ödəyəcəksiniz. Və yaxud gəminiz, təyyarəniz varsa, bələdiyyə büdcəsinə ödəyəcəksiniz. Amma fiziki şəxssiz istehsal fəaliyyət göstərirsə, istehsal avadanlığınız var, onun əmlak vergisini dövlət büdcəsinə ödəyəcəksiniz. Binaya öz evimiz də aiddir. Bəli, bina deyəndə öz şəxsi mənzillərimiz, həyət evimiz, böyük bir tikilimiz, istənilən bir şey. Tikili ilə bağlı olan istənilən. Muxtar Respublika vergiləri. Dostlar, burada gördüklərimizin hamısı Muxtar Respublika vergiləri kimi də qəbul olunur. Sadəcə o ərazidə ödəndiyinə görə o formada yanaşılır. Heç bir fərq yoxdur. Amma keçək bələdiyyə vergilərinə, yerli vergilərə. Dostlar, bələdiyyə vergiləri dedikdə hansıları qəbul edilir? Baxın, birinci bura yazılan bələdiyyənin mülkiyyətində olan təşkilatların, bələdiyyənin mülkiyyətində, yəni bu deməkdir ki, bələdiyyə tərəfindən yaradılır, bunun mülkiyyətindədir. Bələdiyyənin mülkiyyətində olan təşkilatların mənfəət vergisi. Onlar mənfəətindən vergini bələdiyyə büdcəsinə ödəyirlər. İndi Aytən xanım, haradasa bir istisna yazmalıyam mən? Yəni hava suyuna. Yox, bu əmlakla bağlı. Baxın, biz mənfəət vergisini deyirik. Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisini bələdiyyəyə yazdıqsa, dövlət vergilərində hüquqi şəxslərin mənfəət vergisinin yanına
istisna yazmalıyıq ki, bələdiyyə mülkiyyətində olanlar istisna olmaq. Düzdürmü dostlar? Çünki biz onu bələdiyyə vergilərində göstəririk. Ona görə də dövlət vergilərində burada bir istisnamızı yazmalıyıq. İkinci, fiziki şəxslərin torpaq vergisi yazmaq istəyirəm. Amma nəsə bir istisna yazaraq ora. 206.1 istisna yazaq. Çünki 206.1-i bayaq dediyimiz başqa məqsəd üçün istifadə olunan kənd təsərrüfatı torpağını dövlət vergisinə yazmışıqsa, artıq bələdiyyə vergilərində 206.1-i istisna kimi göstərməliyik ki, ora aid deyil. Üçüncü, fiziki şəxslərin əmlak vergisi yazmaq istəyirəm. Amma hansı əmlaklarına görə? Bina, su, hava nəqliyyatı vasitəsinə görə. Bax, bunlar bələdiyyə vergiləri hesab edilir. Bu da belə. Vergi sistemi maddəmizlə yekunlaşdıq. Davam edəyək onda. Bir şey soruşuyorum. Bəli. Hüquqi şəxslərin mənfəət vergisi olan məsələn hansısa bir arenda verirlər, elə düşünməli. Yəni bələdiyyənin nəzdindən də olmalıdır, yəni ki, yoxsa necə? Bu tərəfdəki deyirik, bələdiyyə. İstisna olmalıdır. Məsəl üçün bələdiyyə üçün mənfəət vergisi. Baxın, Hüquqi şəxslər. istənilən hüquqi şəxs öz mənfəət vergisini ödəyəcək dövlət büdcəsi. Yəni qazanc əldə edir, fəaliyyət göstərir. Amma tutaq ki, bir Lerik rayon bələdiyyəsi bir kəndlilərin torpaqlarının suvarılması üçün ayrıca bir hüquqi şəxs yaradıbdır ki, kəndlilərə bu xidməti göstərsin həmin hüquqi şəxs, ödənişli əsaslarla. Nə bilim, suvarma MMC açır. İndi o suvarma MMC kəndlilərin torpağını suluyur və oradan qazanc əldə edir. Yəni, ödənişli əsaslarla bu xidməti göstərir. Qazanc əldə edir. Mənfəətlə çıxır. Və o mənfəət vergisi ödəyəndə onu bələdiyyə büdcəsi. Amma hüquqi şəxs. Amma hüquqi şəxsdir. O bələdiyyə belə bir hüquqi şəxsi təsis edir ki, kəndlilərə suvarma xidməti göstərsin və həmin hüquqi şəxs o xidmətdən qazanc əldə edir, mənfəət vergisini bələdiyyə büdcəsi ödəyir. Yəni, bələdiyyə deyir ki, özüm yaratdığım özümü ödəsin. Aydındır? Yoxsa nəsə qaranlıq qalsa, gəlin axıra kimi. Əla. Dostlar, keçdik, deməli, vergilərin ödənilməsinin valyutası. Bax, bu da testdə adamı çaşdıran bir şeydir. Vergilər, bəli, 90%, 99% hallarda manatla ödənilir. Amma xarici valyuta ilə da ödənilən vergilərimiz var. Yol vergisi xarici valyuta ilə ödənilir və qeyri-rezidentlərdən əlavə dəyər vergisi, qeyri-rezidentin xidmətlərində əlavə dəyər vergisi xarici valyuta ilə ödənilə bilər. Burada bilirsiniz, elektron ticarətin transit Qeyri-rezidentdə əlavə dəyər vergisində və biz onları dostlar ədəbiyyatda detallı yanaşacağıq onlara. Yol vergisində, məsələn, Azərbaycanda xarici maşın gələndə dollarla hesablanır yol vergisi. Dostlar, gəldik vergi münasibətlərinə. Fərid müəllim, vergi münasibəti deyəndə biz nəyə başa düşürük? Heç bir şey. Dostlar, vergi münasibəti deyəndə vergi ödəyiciləri ilə vergi orqanı arasında yazışmalar. Bax, o kamerala cavab verirsən, o sənə kameral məktub göndərir. Onların hamısı vergi münasibətidir. Vergi yoxlaması tədbirləri, hamısı vergi münasibətidir. İndi bu münasibətin iştirakçıları kimlər ola bilər? Məsəl üçün, kim ola bilər vergi münasibətinin iştirakçısı? Vergi orqanı, vergi ödəyicisi, vergi agentləri. Vergi agenti kimdir? vergi ödəyicisindən pul alır. Özümüz də, düzdür, sərbəst qayda fəaliyyət göstərən mühasib, konsalting şirkətləri, hamısı vergi agenti hesab olunur. Gömrük orqanlarının burada nə işi var? Gömrük orqanları idxal ixracda ƏDV, aksiz yol vergisinə nəzarəti həyata keçirir. Və digər qurumlar hərəsi öz səlahiyyəti çərçivəsində vergi münasibətinin iştirakçısı sayılır. Bələdiyyə mülkiyyətli insanlar fərqli göstərir. Bəli, Onlarla bunlar da vergi münasibətinin iştirakçısıdır. Bəli. Bələdiyyənin özü də o münasibətin iştirakçısıdır. Onların hüquqi şəxsləri də həmin münasibətin iştirakçısı sayılır. Dostlar,
İlk dərsimizin ilk hissəsinin sonuncu maddəsini deyirəm. Anlayışlar haqqında son maddəmiz 12-ci maddədir. 12-ci maddə vergi məcəlləsinin strukturudur. 12-ci maddə vergi məcəlləsinin strukturudur. Bunu niyə deyirəm? Çünki ümumiyyətlə bu maddəni bilmədən o vergiləri öyrənmək, vergiləri hesablamaq elə bir fundament qoymadan nəsə bir şey tikirsən. Bax, o deməkdir. Dostlar, 12-ci maddənin adı belədir. Vergilərin müəyyən edilməsinin əsas şərtləri. Biz nələri bilməliyik ki, vergilərimizi müəyyən edək? İlk növbədə vergi ödəyicisi tanınmalıdır. Yəni, bilməlisən ki, vergi ödəyicisi kimdir, ona uyğun vergilər hesablayasın. Və bir də 6 ədəd vergi tutma elementlərini tanımalıyıq. Elementlər. Bunlardan birincisi vergi tutma obyektidir. Vergi tutma obyekti. İkinci, vergi tutmanın bazası. Üçüncü, vergi dərəcəsi. Dördüncü, vergi dövrü. Beşinci, verginin hesablama qaydası. Hesablama qaydası. Və altıncı qeyd edirik ki, verginin ödənilməsi qaydası və müddəti. Verginin ödənilməsi qaydası və müddəti. Bax, bunlar vergi tutmanın elementləri hesab olunur. Biz bunları bilməliyik ki, vergiləri hesablayalım. İndi birinci növbədə dostlar, gəlin başlayaq vergi tutma obyektindən. Baxaq görək, vergi tutma obyektinin mənası nədir? Vergi məcəlləsinə əsasən vergi tutma obyekti deyəndə verginin yaranma mənbəyidir. Vergi nədən yaranır? Bu vergi tutma obyektidir. İndi gəlin misallarla baxalım. Tutaq ki, mənim 5 hektar torpaq sahəm var. 500 kvadrat metr əmlakım var. Və 50.000 manat mənfəətim var. Baxın, biz bunların üçünə görə vergi verməliyik. Yəni, 5 hektar torpağa görə də vergi verməliyəm, əmlaka görə də, mənfəətə görə də. İndi Gündüz bəy, birincidə 5 hektar torpaq sahəm var. Vergini nəyə görə verirəm? Nəyimə görə? Torpaq sahəmə görə. Verginin yaranma mənbəyi torpaq sahəsidir. Yəni, bu vergi tutma obyektidir. İkincidə əmlakıma görə vergi verirəm. Obyekt əmlakımdır. Üçüncüdə də mənfəət əldə etmişim. Mənfəət mənim vergi tutma obyektim hesab olunur. İndi keçək vergi tutma bazası. Vergi məcəlləsi vergi tutma bazasına belə bir tərif verir ki, vergi tutma bazası dedikdə vergi tutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətlə ifadəsi. Obyektin vergi tutulan hissəsinin kəmiyyətlə ifadəsi. Məsələn, birinci misalımızda 5 hektar vergi tutma bazası. İkincidə 500 kvadrat bazadır. Üçüncüdə də 50.000 manat, o da vergi tutma bazasıdır. Obyektin vergi tutulan hissəsinin kəmiyyəti. İndi belə bir sual verin. Məsələn, bizim 50.000 manat mənfəətimiz var, amma fərz edək ki, bunun 20.000 manatı vergidən azaddır. Bazamız nə qədər olacaq? 30.000. Çünki vergi tutulan hissə 30.000 manatdır. Ona görə baza 30.000. Dərəcə. Dərəcələr təbii ki, normaldır. Tutaq ki, sadələşmiş 2%, əlavə dəyər vergisi 18%, gəlir vergisi 14%. Bu dərəcələr bilinməlidir ki, vergilər hesablansın. Sonra hər bir verginin öz dövrü var, hesabat dövrü var. Məsələn, bizim aylıq vergilərimiz var. Əlavə dəyər vergisi, aksiz, yol, aylıq vergidir. Rüblük vergilərimiz var. Deyək ki, sadələşdirilmiş vergi. Hətta ödəmə mənbəyində tutulan vergilər üstə. Hesabat dövrü büyükdür. İllik vergilərimiz var. Məsələn, gəlir, mənfəət, əmlak, torpaq. Buyurun. Gəlir vergisi 24. Gəlir vergisində, məsələn, qeyri-sahibkarlıq 14%-dir. Sahibkarlıq 20%-dir. Muzlu işdə 25% də var. İndi hamısını yazma. Köçəcəyik də, 6 dərs sonra. Əmlak torpaq həmişə illik olur. Torpaq bəzən illik olmasa da. Əmlakla torpaq illik vergidir. Yəni, standartı belədir. Amma onlarda, məsələn, əmlak vergisində cari vergi ödənişləri var. Hər rüb ödənilməlidir. Hər ürün ikinci ayın. Hər rübün və ikinci ay. Amma standartı bunun təqvim ili üzrə götürülür. Hesabatı illikdir. Yəni, il qutarır, 31 Marta kimi əmlakın hesabatını verməlidir. Torpağı da bu ayın axırına kimi, 31 yanvara kimi.
İl qurtarır 31 yanvara kimi hesabatını verməlisən. İllik vergilər. Və hesablama qaydası, misal üçün, gəlirim var 100.000 manat, xərcim var 50.000 manat. Mənfəət vergisi ödəməliyəm, rahat bir şəkildə. Yəni, gəlirdən xərci çıxıb 20%-lə mənfəət vergisi hesablamalısın. Və ödənilmə müddətləri, məsəl üçün, indi sən əməliyyat həyata keçirmişsən, vergi hesablanıbdır, vergi orqanı səndən tələb eləyə bilməz axı ki, dərhal bu vergini ödə. Hər bir verginin ödənilmə dövrləri var. Məsələn, yanvar ayının əməliyyatları üzrə hesablanmış əlavə dəyər vergisini sən növbəti ayın 20-sinə qədər vaxtın var ki, ödəyəsən. Fevralın 20-sinə qədər. Və yaxud da ki, gəlir mənfəət vergisinin yekun son ödəmə tarixi növbəti ilin 31 mart tarixidir. Yəni, qalıq borcunun həmin dövrdə, yenə deyirəm, fikirli cari vergilərə getməsin, o rübülük ödənişlərə getməsin. Biz son ödənişlə danışırıq ki, növbətinin 31-nə qədər 31 martına qədər ödəniş etməlisən. Məndə cərimə gəlir də bunlar. Hansı halda? Borc qalıbsa əgər. Cari vergilər ödəməmişəm. Borcu gecikdirmişəmsə faizlər gəlir. Faizlər, penyalar hesablanır. Dostlar, bu da oldu bizim vergi tutma elementlərimiz. Bunları da dəqiq mahiyyətini bilməliyik. Onlaynda səsdə, görüntüdə bir problem var. Bu barədə məlumat verərdiniz. Hayır, normaldir. Əla. Bəs dərslə bağlı sual olan var onlaynda? Əla, super. Dostlar, burada sual var. 20% o 200.000-dən sonra 200.000-dən 20% məsələn mənfəət vergisinin ödəyiciləridir. İndi orada 200.000 rol oynamaya bilər. Adam var ki, 200.000-i keçməmiş mənfəət vergisinin qeydiyyatına düşür, 20%. Yəni, bu, indi bizim gələcək dərslərimizdə bunları detallı analiz edəcəyik. Səbəb sırf köçürmə işlədiyinə görə. Çox fərqli səbəblər var. Xərc səbəbi var, idxal səbəbi var, ƏDV ödənişdən alıb almamaq. Detal çoxdur. Yəni, birinci dərsdən biz bunların hamısını siz oturaq 30 gün burada dərs keçək davadan. Narahat olmayın, hamısını deyəcək dərslərdə. Dostlar, ilk hissəmiz bu qədər. Bir 5 dəqiqə ara verirəm. 5 dəqiqə aradan sonra biz keçirik xüsusi hissədən mədən vergisinin hesablanmasına. 5 dəqiqə fasilə eləyə bilərik. Bu dərs hesablansa bitir. Dostlar, gəlin davam edək. Deməli, keçid edirik. Yəni, bax, biz ilk 12 maddə müəyyən bir anlayışlardan tanış olmalıydıq da. İndi keçid edək xüsusi hissəmizə. Məcəllənin xüsusi hissəsində 16-cı fəsil mədən vergisini keçəcəyik. Deməli, 16-cı fəsil mədən vergisi. Dostlar, mədən vergisi başlayır 213-cü maddədən və 217-1-ci maddəyə qədər əhatə olunur vergi məcəlləsində. 217-1. Deməli, ilk növbədə biz 213-cü maddəyə baxmalıyıq ki, mədən vergisi dedikdə vergi məcəlləsi nəyi nəzərdə tutur? Məzəlləyə əsasən mədən vergisi Azərbaycan Respublikasının quru ərazisindən və Xəzərin Azərbaycana mənsub olan bölməsində yerin altından çıxarılan faydalı qazıntılardan tutulan vergidir. Deməli, diqqət yetirdik. Nə deyir? Deyir, yerin altından çıxarılan faydalı qazıntıdan tutulan vergidir. Bu çıxarılan sözünə diqqət yetiririk, yadda saxlayırıq. Çıxarılan və ya hasil edilən, yəni eyni anlayışdır bu. Çıxarılan və ya hasil edilən faydalı qazıntıdan tutulur. Dostlar, mədən vergisinin ödəyiciləri kimlər sayılır? Mədən vergisinin ödəyiciləri həmin faydalı qazıntıları çıxaran fiziki və ya hüquqi şəxslər mədən vergisinin ödəyicisi sayılır. Yəni, kim faydalı qazıntını çıxarırsa, həmin şəxs mədən vergisinin ödəyicisi hesab edilir. Yəni, sizin fikrinizcə vergi tutma obyekti nə olar mədən vergisində? Yox, çıxartdıqları. Ayso, çıxarılan faydalı qazıntı vergi tutma obyektidir. Verginin yaranma səbəbi nədir? O faydalı qazıntını çıxartmağımız. Deməli, yerin altından çıxarılan faydalı qazıntılar vergi tutmanın obyekti hesabı. İndi keçid edirik
mədən vergisinin dərəcələrinə, hesablama qaydalarına. Özünüzdə də qeyd edə bilərsiniz, vergi məcəlləsi 2026-cı il dəyişikliyi. 2026-da mədən vergisində 2 növ faydalı qazıntının dərəcələri, hesablama qaydası dəyişdi. Bunlardan biri xam neftdir. Deməli dostlar, xam neft üçün artıq vergi dərəcəsi onun 1 tonuna görə 12 manat müəyyən edilibdir. Əvvəllər topdan satış qiymətdən 26% idi, artıq bu 2026-dan dəyişildir. Uzun müddətində heç bunları dəyişmirdilər. 1 tonuna 12 manatdır. İkinci qeyd edirik ki, təbii qaz. Təbii qaz üçün vergi dərəcəsi çıxarılmış təbii qazın hər 1000 kubmetrinə görə 15 manatdır. Bu işlətdiyimiz qaz. Dəm qazıdır da, belə deyək. Yəni, ümumi təbii ilkin fabrikat forması, xam mal forması. Və bir də qeyd edirik ki, filiz faydalı qazıntılar. Filiz faydalı qazıntılar deyəndə bütün növ metalları başa düşürük dostlar. Bütün növ metallar. Bunlara görə mədən vergisinin dərəcəsi topdan satış bazar qiymətinin 3% ilə hesablanır. Topdan satış bazar qiymətinin 3% ilə. Bax, biz hələ ki ilk qrup, belə deyək, birinci qrup, özümüzdə qruplaşdırdıq bunu. Birinci qrup faydalı qazıntılarımızı yazdıq. Və bunlardan gördünüz, ilk ikisində konkret olaraq çıxarılanın həcmi əsas götürüldü. Dərəcəsi çıxarılanın həcminə görədir. Amma sonuncuda filiz faydalı qazıntılarda çıxarılanın həcminin topdan satış bazar qiyməti əsas götürüldü və 3% dərəcə ilə mədən vergisi təyin olundu. İndi gəlin hesablamalarımızı aparaq, misallar göstərək. Baxın, birinci neftdən başlayaq. Tutaq ki, bir müəssisə və ya bir fiziki şəxs də ola bilər. Müəssisə misal üçün hesabat ayında mədən vergisi aylıq verilir. Hesabat ayında deyək ki 500 ton xam neft hasil etmişdir və ya çıxarmışdır. Mədən vergisini hesablayaq. Çox sadədir. Yəni, əgər 1 tona 12 manatdırsa, 500 ton üçün nə qədər olacaq? Biz mədən vergisini hesablayanda 500-ü vururuq 12-yə. Tapırıq 6000 manat. Mədən vergisinin məbləği 6000 manat. İkinci misalı təbii qaz üzərindən göstərək. Misal üçün, müəssisə hesabat ayında tutaq ki 40.000 kubmetr təbii qaz çıxarmışdır. Mədən vergisini hesablayaq. Əgər bunun 1000 kubmetrinə 15 manatdırsa, 40.000 kubmetr üçün nə qədər olacaq? 40.000-i bölürük 1000-ə, vururuq 15-ə. 1000-ə bölürük, vururuq 15-ə. Mədən vergisini hesablayıq burada, deyəsən 600 manat. Üçüncüdə qeyd edə bilərik. Müəssisə 1 tonlu, artıq bu üçüncü filiz faydalı qazıntıdadır. Biz orada topdan satış qiyməti bilməliyik. Neftdə və qazda topdan satış qiymət artıq əhəmiyyətli deyil. Amma filiz faydalı qazıntılarda topdan satış qiymət əhəmiyyətlidir. Məsələn, 1 tonlu topdan satış qiyməti 200 manat olan, dostlar, bu topdan satış qiyməti birjalarda müəyyən edilir və imtahanda da məsələdə bizə hazır verilir. 1 tonlu topdan satış qiyməti 200 manat olmaqla, deyək ki, 300 ton filiz faydalı qazıntı çıxarmışdır. Mədən vergisini hesablayaq. İlk növbədə biz bilməliyik ki, çıxarılan faydalı qazıntının topdan satış qiyməti neçə manatdır? Əgər 1 ton 200 manatdırsa, çıxarılan 300 ton. 300 ton üçün nə qədər olacaq? 200 vurmalıyıq 300 tona. Tapırıq burada 60.000 manat. Deməli, çıxarılan filiz faydalı qazıntının topdan satış qiyməti 60.000 manatdır. Vergi dərəcəsi də topdan satış qiymətinə 3% vurmaqla hesablanır.
Ona görə də 60.000-i vururuq 3%-ə, tapırıq 1800 manat. Və bu 3 faydalı qazıntı üzrə mədən vergisi bu qaydada 60.000 hesablanır. İki bazası oldu 60.000. Bəli, doğrudur. Onlaynda sual var bu 3 faydalı qazıntı ilə bağlı. Bəs burada Bu qaydana hesablanırdı, amma qiymətlər aşağı idi. Qiymətlər əvvəllər neftlə qaz ayrı idi. Onlarda da topdan satış dəyəri əsas götürülürdü. İndi məcəllə 26-da bu hissəni dəyişdi. Yaxşı, sual yoxsa onda bir əlavələr eləyək bura. Dostlar, yəni mən yazanda lövhənin də şəkillərini istəsəz çəkib qrupa göndərə bilərsiniz. Lazımdırsa bunu çəkin, WhatsApp qrupunuza göndərin. Sonra siləcəm. Bax, Emin müəllim, neftin üzərində göstərirəm. Məsələn, deyək ki, müəssisə 300 ton xam neft çıxarıbdır. Xam neft çıxarıb. Bunun 150 tonlu satış edibdir, satıb. 150 tonlu isə məhsul istehsal edibdir. Məhsul istehsal edibdir. Mədən vergisinin hesablanmasında hansı dəyişikliyi eləyəcək? Çıxarıldığına görə Çıxarıldığın vuracaq Əla. 12 manata, Əla. qalandakı 20% hesab edəcək. 20% eləməyək. 20% getmir, yoxsa? Hə. Baxın, əsas o mənfəəti siz hesabladınız, indi düzdür. Amma mədəni elə hesablamayaq. Baxın dostlar, biz burada niyə altını xəttlədik ki, nəyə diqqət yetirək? Çıxarılan. Çünki vergi tutmanın obyekti çıxarılan faydalı qazıntıdır. Mədən vergisinə satdığın, istehsala verdiyin maraqlı deyil. Mədən vergisinə maraqlı olan sən nə qədər çıxartmışsan odur. Ona görə də imtahanda da belə bir şey salınır, çaşdırmaq istəyir. Olsun, nə çıxartmışıq? 300 ton. 300 ton, 1 tonda 12 manatdan. 300'ü vururuq 12'ye, mədən vergisini hesablayırıq. Burada misalda 500 yazmışdım. Burada da olsun 3600. Ama filizdə onda satdığımızı vergisi verəsiniz, elə olur? Yox. Ondan elə çıxarılan. Eyni şeydir. Onda satış qiyməti hesablayıb uyğundur. Biz sadəcə çıxarılanın topdan satış qiymətini təyin edirik. Filiz faydalı qazıntılarda. Yəni bu dediyim misal hamısına aiddir. Nə çıxartmışsan, onun mədən vergisini verməlisən. Ümumiyyətlə, mədən vergisinin ödəyiciləri demək olar ki, məcəllədə bayaq o göstərdiyimiz bütün vergiləri ödəyirlər. Mədən vergisi ödəyir. Sonra satıb pul qazanır, mənfəət vergisi ödəyir. Neft istehsalıdırsa, neft məhsulu istehsal edirsə, bundan aksiz vergisi ödəyir. Yol vergisinə düşür. Əlavə dəyər vergisi ödəyir. Torpaq varsa torpaq vergisi. Bunları da çıxartmaqdan ötürü bunun avadanlıqları, əsas vəsaitləri var. Bunlara görə əmlak vergisi ödəyir. Bir dənəsini ödəmir, sadələşmiş vergi. Onda mən bir şey görə hər il çox vergi ödəyir də. Bir şeyə görə yox. Burada obyektlər fərqlidir. Olsa bunlar premiumda yekədirlər, illərdir. Faydalı qazıntıya görə mədən ödəyir. Su gəlir əldə etdiyinə görə mənfəət vergisi ödəyir, ƏDV ödəyir. Gör nə qədər şey var. Bu belə. Birinci qrup faydalı qazıntılarımızdan danışdıq. Keçək ikinci qrup faydalı qazıntılarımıza. Bir də onlayn qoşulan yoldaşlardan xahiş edək. Sual olarkən chat bölməsinə yazanda mən onu görə bilmirəm. Yaxşı olar ki, mikrofonu açıb sual verəsiniz, cavablayaq. İkinci qrup faydalı qazıntılar. Dostlar, ikinci qrup faydalı qazıntılarımıza aiddir. Bunlara biz deyirik qeyri-filiz mənşəli faydalı qazıntılar. Qeyri-filiz mənşəli faydalı qazıntılar. Bunlar ikinci qrup faydalı qazıntılarımız. Bunlara hansılar aiddir? Teymur müəllim, üzr istəyirəm, fikrinizi yayındırıram. Bu dərsin rekordu gedir də, yəqin ki, atılacaqdır. Bəli, gedir. Göndərəcəm rekordu. Oldu, çox sağ ol. Deməli dostlar, qeyri-filiz mənşəli faydalı qazıntılarımız çoxdur məcəllədə.
Yəni, məcəllərin siyahısına baxsanız, bir çox faydalı qazıntı adı görəcəksiniz. Amma bizə bunların hamısının adı əzbər lazım deyil. Cəmi 5 dənəsini yadda saxlasaq kifayət eləyər. Bunlardan birincisi mişar daşıdır. Deməli, dostlar, mişar daşı üçün onların hər kub metri üçün 2 manat mədən vergisinin dərəcəsi təyin olunur. İkinci qeyd edirik ki, yodlu, bromlu sular. Bunların hər biri üçün vergi dərəcəsi 40 qəpik müəyyən olunubdur. Daha doğrusu 4 qəpik. 4 qəpik. Üçüncü qeyd edək, duz. Bildiyimiz duz kub metrinə 6 manatdır. Dördüncü, qiymətli, yarım qiymətli bəzək daşları. Bilirsiniz, o yollu bromlu su, mineral suyla eyni şeydir. Ya, fərqli bir şeydir onlar. Fərqli. Birinin yodu çoxdur. Bunlar qeyri-filizlərə aid. Bəli, bunlar qeyri-filiz məişət. Arada fərq çoxdur. Hə, vergi dərəcəsində çoxdur, bəli. Mineral sularda kub metrinə 10 manatdır. Bax, dostlar, biz bu 5 dənəsini yadda saxlasaq bizə kifayət. Çünki bunların görürsünüz hərəsində fərqli dərəcələr. Bəzək daşıyırız. Qızıl. Yox, metal şeylərdir. Bax, buradadır filiz faydalı qazıntıya. Filiz faydalı qazıntıya bütün növ metal. Bəzək daşları, yəni o Mərmərsə. Əqiqsən. elə bir şeylər. Mən də tam deyək. Dostlar, bunlardan başqa, bu 5 dənədən başqa adını bilmədiyimiz, bizə tanış oldu, olmadı fərqi yoxdur. Digərlərinin kub metrinə vergi dərəcəsi 1 manatdır. Bu 5 dənədən başqa qeyri-filiz mənşəli hansı faydalı qazıntını görsək, kub metrinə 1 manat olaraq vergi dərəcəsi təyin olunur. İndi gəlin, buranı çəkmişdiniz də, düzdür? Filiz faydalı metal yazdı o zaman. Bütün növ metallar filiz faydalı. İndi gəlin bunun bu qeyri-filizlərin də misalını göstərək. Baxın, deyək ki, A müəssisəsi hesabat dövründə 2000 kub metr mişar daşı çıxarıb, 4000 kub metr deyək ki, duz çıxarmışdır. 6000 kub metr deyək ki, seolit çıxarıb. 3000 kub metr də mineral su çıxarmış olsun. Bunlarda da eyni şeydir. Yəni, çıxarılanlar bizə lazımdır. Desək ki, satıb, heç bir əhəmiyyəti yoxdur. Nə çıxartmışıqsa, ondan vergi verməliyik. Və gəlin bir-bir hesablayaq. Məsələn, mişar daşı kub metrinə 2 manatdır. 2000 kub metr çıxartdığına görə 2-yə vururuq 4000 manat vergisi edilir. Duz 6 manatdır. 6-ya vururuq 24.000 bunun vergisidir. Seolit görsünüz, bu 5 siyahıda yoxdur. Deməli, digərlərinə aiddir. 1 manatdan hesablayacaq 6000. Mineral suda 10 manatdandır 30.000. Deməli, bu da eləyəcək 64.000 manat bunun cəmi mədən vergisi. Bax, bu çıxartdığı faydalı qazıntılara görə. Qeyri-filiz mənşəli faydalı qazıntılarda dostlar, biz bu qaydada sadəcə dərəcələri dəqiq bilirik və yerinə qoyub hesablayırıq. Arxayınçılıq yaratmayaq. Yəni, dərəcələri yadda saxlamaq asandır. Amma imtahanda dərəcələr məsələnin yanında verilir. Bəli, bunun mədən vergisinin dərəcələri faydalı qazıntı üzrə hansını veribdirsə məsələdə yanında yazır. Və onu da deyim ki, bax, bu cür məsələni həll etmək 2 ballıq sualdır imtahanda. Biz bilirik də, yəni imtahanda sual bölgüləri 1 ballıq, 2 ballıq və 10 ballıq suallarımız var. Yəni, bu sadə bir mədən vergisi məsələsi 2 ballıq qiymətləndirilir. Dostlar, hesablama qaydaları haqqında bu qədər. Başqa, burada qəriz bir şey yoxdur. Davam edək. Mədən vergisinin hesabat dövrü. Dostlar, mədən vergisi dediyimiz kimi aylıq vergidir.
Və mədən vergisinin həm hesabatı, həm də vergi ödənişi növbəti ayın 20-sinə qədər həyata keçirilməlidir. Növbəti ayın 20-sinə qədər. Məsəl üçün, deyək ki, bu yanvar ayının əməliyyatları idi. Bu faydalı qazıntıları biz yanvar ayında çıxartmışdıq və 64 min manat vergi hesablamışdıq. Onun bəyannaməsini fevralın 20-sinə qədər vergi orqanına təqdim etməliyik. Vergi məbləğini də fevralın 20-sinə qədər dövlət büdcəsinə ödəməliyik. Mədən vergisi dövlət büdcəsinə ödənilən vergidir. Bir ƏDV kimidir. Bəli, ƏDV kimi də hesabatdır. Dostlar, mədən vergisinin ödəyiciləri biz dedik ki, mənfəət vergisi də ödəyirlər də, düzdürmü? Yəni bu faydalı qazıntı çıxartdığına görə mədən vergisi verir. Amma bu müəssisə fəaliyyət göstərir, gəlirlər əldə edir, xərcləri olur. Deməli, həmin mənfəətindən də mənfəət vergisi ödəməlidir il yekunlaşandan sonra. Və dostlar, biz qeyd edirik ki, mədən vergisi gəlirdən çıxılan vergilərə aiddir. Ümumiyyətlə, gəlirdən çıxıla bilən 3 növ vergi var. Biri mədən vergisidir, biri torpaq vergisidir, biri də əmlak vergisidir. Hansı ki, indi bugün biz mədən vergisindən danışırıq. Bax, bu faydalı qazıntıları çıxaran müəssisələr ilin sonunda, yekunda mənfəət vergisi ödəyəndə gəlirindən xərcini çıxır və eyni zamanda mədən vergisinin məbləğini də çıxacaq öz gəlirlərindən və daha sonra 20% dərəcə ilə mənfəət vergisi ödənilir. Yəni, demək istədiyimiz odur ki, belə düzdür, deyəcəyim ifadə tam qanuna uyğun, amma mədən vergisi xərc kimi tanınır. Düzdür, bu mədən vergisi xərc demək deyil, onun adı ayrıdır, məhdudlaşdırılmayan gəlirdən çıxın. Amma doğru desək, xərcə düşür mədən vergisi. Sual varmı bunlarla bağlı? İl ərzində, bir daha deyim, il ərzində cəmi nə qədər mədən vergisi ödəmişiksə, hamısını gəlirimizdən çıxa bilirik. Yaxşı, son olaraq bugün yekun olaraq mədən vergisindən azad olmalarımızı qeyd eləyək. Vergi güzəşti. Bir ədəd vergi güzəştimiz var mədən vergisi üzrə və vergi güzəşti biraz səslənməsi, oxunuşu qərizdir. Qeyd olunur ki, neft və qaz istisna olmaqla hesablanmış mədən vergisinin məbləğinə, yəni digər faydalı qazıntılar üzrə hesablanmış mədən vergisinin məbləğinə faydalı qazıntının çıxarıldığı torpaq sahəsinə görə hesablanmış və ödənilmiş torpaq vergisi məbləğindən çox olmamaqla sonuncu hesabat ayında azad olma tətbiq olunur. Bu dediyimiz tərifdə maksimum 2 şeyi başa düşdük. Bir, başa düşdük ki, neft və qaz istisnadır. Yəni, neftlə qaza mədən vergisində güzəş yox. İkinci də, deyək ki, başa düşdük ki, azad olma axırda sonuncu hesabat ayında tətbiq olunur. Yəni, dekabr ayı üzrə azad olma verilir. Amma gəlin baxaq. Bax, burada o qeydlərimizi aparaq. Birinci dedik ki, neft və qaz istisnadır. Yəni, bunlara verilmir azad olma. İkinci, dostlar, azad olma sonuncu ayda tətbiq olunur, dekabr ayında. Üçüncü, qeyd edirik ki, azad olmanın miqdarı torpaq vergisinin məbləği qədərdir. Torpaq vergisinin məbləği qədərdir. Necə müəllim? Azad olmanın miqdarı? Bəli, azad olmanın miqdarı torpaq vergisinin məbləği qədərdir. Bəli. Ben mesela bir tane il ərzində Aprel ayında çıxartmışam ben faydalı qazıntı, ayda sonunda sabahdır. Düzdür? İlin sonunda da torpaq vergisi ödəmişəm. Yenə də o Tətbiq olunacaq. Azad olma veriləcək. Prosto azad olma ilin axırında oturur, belə deyək, şəxsi vərəqəyə. İndi onu elə o forma ilə göstərəcəm. Bu aydınlıq verərsə 3-cü cümlə olar. Əlbəttə, indi onu izah edirəm. Baxın dostlar, tutaq ki, bizim torpaq sahəmiz var. Yəni, bu faydalı qazıntını torpaqdan çıxarmıramsa azad olma yoxdur. Çünki azad olmanın miqdarı deyir, torpaq sahəsindən çıxarırsansa
torpaq vergisi qədər azad olma vergisi. Və bir də biz bu torpaqdan neft və qaz çıxartsaq yenə azad olma verilməyəcək. Niyə? Çünki neft, qaz istisnadır. Buna güzəş yox. Dostlar, birinci belə bir misal verim. Fərz eləyək ki, il boyu sağlam. İl boyu faydalı qazıntı çıxartmamışıq. Elə ilin axırıncı ayında bu torpaqdan, sonuncu ayda, dekabr ayında bu torpaqdan, məsəl üçün 6000 kubmetr mişar daşı çıxartdı. İlin sonuncu ayında. İl boyu hiçbir şey eləməmişik. Sonuncu ayda, dekabr ayında mişar daşı çıxartdı. İndi bizim bu torpaq sahəmiz də var da. Bu torpaq sahəsinə görə biz il ərzində bir dəfə torpaq vergisi ödəyirik. Torpaq vergisi illik vergisidir. İllik bir dəfə vergi ödəyirik. Tutaq ki, 2000 manat torpaq vergisi ödəmişik həmin torpağımıza görə. Dostlar, və dekabr ayında mişar daşı çıxartdıq. Dekabr ayında mişar daşına görə kubmetrindən 2 manatdan mədən vergisi hesablayırıq. 12.000 manat. Düzdürmü? Amma bizim bu mədən vergimizin məbləğinə torpaq vergisi qədər güzəşt tətbiq olunur. Yəni, yekunda ödəniş eləyəndə 12.000 manatdan 2.000'i çıxırıq, yekunda 10.000 manat ödəniş edirik. O belə. Primitiv izahı aydın buydu, mürəkkəb tərəfinə gələcəm. Yəni, bu rahat başa düşmək üçün sadə bir izah yolumuz. Çünki il boyu çıxartmamışam, axırda gəldik çıxartdıq, dekabr ayında. Amma bilirəm, hamımızın beynində belə bir sual ola bilər ki, bəlkə mən dekabrda çıxartmamışam. Elə mayda, apreldə, həm iyunda çıxartdım, dayandım. Belə sual da var ki, mən özüm qəsdən çıxartmam, sırf dekabrda çıxardıram ki... Yox, yəni o qəsdənə aid deyil. Bizə onsuz da, heç mən dekabrda çıxartmasam da belə, deyək ki, iyunda, avqustda çıxartmışım. Yenə də mənə dekabrda güzəş düşəcək. İndi ona aid ayrıca misal göstərəcəm. Bu, sadə başa düşməkdir. İndi gəlin, digər bir misal göstərək. Amma ilk növbədə onlayn yoldaşlarımızın bax bununla bağlı sualı var. Yaxşı. İndi gəlin belə eləyək. Fərz eləyək ki, biz il boyu ilin əvvəllərində deyək ki, buradan nə qədərdir orada? 2. Misal üçün, bu torpaq sahəsindən biz deyək ki, yanvar ayında, ilin 1-ci ayında 3000 kubmetr mişar daşı çıxartdıq. Fevralı boş keçdik, martı boş keçdik, deyək ki, lap gərək may ayında. May ayında 4000 kubmetr mişar daşı çıxartmışıq. Bir də gəldik, bir də noyabr ayında, nə bilim, 6000 kubmetr mişar daşı çıxartmışıq. Dostlar, yanvar ayında aylıq vergisi də bu mədən vergisi. Yanvar ayında 3000'i vuracam 2'yə, 6000 manat vergi verəcəm, düzdür? İndi belə eybəcər də olsa şəxsi hesab vərəqəsi çəkmək istəyəcəm burada. Tutaq ki, belə bir şey çəkdik də, misal üçün, düzdür? Bax, 6000 manat vergi verdi mi? O düşdü də deyək ki, şəxsi hesab vərəqəsinə mədən vergisi kimi 6000 manat. Yəni deyirəm, eybəcər çıxacaq, amma hamımız bilirik də şəxsi hesab vərəqəsi. İndi gəldik may ayında. May ayında da 2 manatdan hesabladım, oldu 8000. May ayında da bir 8000 ödədim. Düşdü mü şəxsi hesaba ödəniş kimi, mədən vergisini ödəniş kimi. Noyabr ayında da 6000'i vurduq 2'yə, 12000 manat. 12000 manat vergi ödənişim yenə şəxsi hesab vərəqəsinə oturdu. Belə deyək də, mən cəmi nə qədər mədən vergisi ödəmişəm il ərzində də başqa aylarda çıxartmamışam. 26000 vergi ödənişim. Düzdür? Dekabr ayında da heç bir şey çıxartmadım. Boş keçdi. Və mən dekabr ayında nədən vergisi bəyannaməsi göndərdim? Dekabr ayında. Dekabr ayında mədən vergisi bəyannaməsi göndərəndə, məsələn, çıxarılan faydalı qazıntıya yazıram 0, heç nə çıxartmamışam. Düzdür? Amma vergi güzəşli hissəsinə nə yazıram? 2000 manat. 2000 manat mənim torpaq vergisi güzəşlim var. İndi o vergi güzəşli də gəlir bu şəxsi hesab vərəqəsinə, belə deyək də, azalma kimi düşürmü 2000 manat? Düşəcək də vergi güzəşlim var mənim.
Deməli, mən indiyənə kimi 26 min vergi ödəmişəm, amma artıq dekabr ayında 2 min vergi güzəşti tətbiq olundu mənə. Yəni, əslində mən 24 min ödəməli idim. Növbəti aydasın. 26 min ödəmişəm. Deməli, 2 min artıq ödəmə kimi qəbul olunacaq bu şəxsi hesab vərəqəsində və mən növbəti aylarda ondan azalma verəcəm. Fikrim aydındır? Tutdunuz temanı? Növbəti yanvarda Aa, olsa 8 min. Bəli, yanvar. Olsa 8 min birbaşa 6 min ödeyə bilərəm də. Əla, düzdür. O torpaq vergisidir da, kimi. Onu siz şərti yoxdur. Məsələn, şimdi o torpaq vergisi aylıq olduğu üçün yoxsa ya? Yox, bunu şərti olaraq göstərdim və torpaq vergisi ayrıca ödənilən bir vergi. Aylıq ödənir. Yəni, Yox, illikdir. İldən dəfə ödənir. Bəli. ödənir. Bu məbləğ bir dəfə çıxır. Bir dəfə çıxılır, bəli. Bax dostlar, indi sizə bir digər misalda, bəli. Belə bir şey olar ki, il ərzində misal üçün imanda çalışmışam. Ama torpağın vergisi kim soruşur? Onu dedim. Yəni o baxın, o abzası onunla vermək istəyirdim, qalaqladınız məni. Baxın, indi mənim il ərzində cəmi mədən vergim 26 min manatdır da. Amma mənim tutaq ki, torpağım o qədər böyükdür ki, dostlar, torpaq vergisi biraz xırda dərəcələrlə olur. Ha hesablasan o qədər yüksək vergi çıxmır. Amma deyək ki, ucu bucağı yoxdur da bu. Deyək ki, mənim torpaq vergim il ərzində 30 min manat. Mədən vergimin məbləği isə 26 min manatdır. Şəxsi hesab vərəqəsində vergi güzəştini mən nə qədər məbləğ kimi verəcəm, vergi Biri güzəştini qədər desə, elə 26 min oturacaq. 26 min oturacaq. 4 min artıq. Yəni o 30 minin o artığa düşən 4 min hissəsi var ha. O artıq ödəmə kimi qəbul olunmur. Artıq ödəmən elə 26 min kimi oturacaq. Sıfırlayacaqsan sonra. Yəni o 26-dan yuxarı olan 4 min artıq ödəmə kimi qəbul edilmir. Yaxşı? Zərərli ola bilməz. Onu da yoxdur. Zərər deməyək, yəni mədən vergisindən artıq ola bilməz. Evet. Bu bizim ilk dərsimiz idi. Dostlar, ev tapşırığı vergi məcəlləsinin deyəsən hələ 26 dəyişikliyinin kitabı çıxmayıbdır. Ona görə də mən sizə məcəllənin linkini göndərərəm taksistdən. Oradan oxuyarsınız hələ ki, 1-ci, 12-ci maddələr, 12-ci maddə. bəli, 1-12 daxil olmaqla və xüsusi hissədə mədən vergisi başlayır 203-cü maddədən. Göndərdin Aydın sən? Mədən vergi 203-cü maddə. 203-cü maddədən başlayır 217. 213-dən üzr istəyirəm. 213-dən başlayır 217-1. Aydın yeni PDF-isə bəli, qrupa göndər, laf əla. Dostlar, ev tapşırığı hələ ki oxumaqdır və bizim məsələ test kitabımız növbəti dərsdən etibarən həm əyanidə, həm onlaynda iştirak edən yoldaşlar üçün